19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Azərbaycan ziyalı mühiti çoxşaxəli inkişaf dövrü keçirdi. Həm maarifçilik, həm də musiqi ənənələri yeni bir mərhələyə qədəm qoymuşdu. Bu prosesdə Qarabağ mühitinin rolu böyük idi. Şuşa şəhərində doğulub boya başa çatan Ağalar bəy Əliverdibəyov həmin mühitin yetirmələrindən biri olub. O həm mühəndis, həm pedaqoq, həm də musiqiçi kimi çoxşaxəli fəaliyyəti ilə yadda qalıb. Ağalar bəy 1865-ci ildə Şuşada anadan olub. Onun atası Məşədi Qasım Əliverdibəyov şəhərdə hörmət qazanmış nüfuzlu şəxslərdən idi. Əmisi Məşədi İsmayıl Əliverdibəyov isə maarifçilik fəaliyyəti ilə tanınırdı. Ailə mühiti gənc Ağalar bəy Əliverdibəyovun həm təhsilə, həm də musiqiyə marağının formalaşmasında mühüm rol oynayıb. İlk təhsilini Şuşada alan Ağalar bəy daha sonra Tiflis şəhərinə gedərək texniki məktəbdə oxumuş, burada mühəndislik ixtisası üzrə bilik qazanmışdı. Qafqazın o dövrdə ən böyük mədəniyyət mərkəzlərindən biri olan Tiflis ona həm də musiqi baxımından geniş dünya görüşü qazandırmışdı. Təhsilini başa vurduqdan sonra Ağalar bəy Azərbaycana dönərək mühəndis kimi çalışmışdı. O texniki layihələrin icrasında iştirak etmiş, eyni zamanda pedaqoji fəaliyyət göstərərək gənclərin maariflənməsinə xidmət etmişdi. Ağalar bəy yalnız texniki sahə ilə kifayətlənməmiş, musiqiyə olan dərin marağını ömrü boyu qoruyub saxlamışdı. Şuşa 19-cu əsrin sonlarında Azərbaycan musiqisinin beşiği sayılırdı. Burada fəaliyyət göstərən muğam ustadları Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Sadıqcan kimi şəxslər yeni musiqi məktəbinin formalaşmasına təsir edirdilər. Ağalar bəy də həmin mühitin fəal iştirakçılarından idi. O muğamın ifa ənənələrini yaxşı bilirdi. Musiqi məclislərində iştirak edir, gənclərə klassik Azərbaycan musiqisinin sirlərini öyrədirdi. Ağalar bəy Əliverdibəyovun Azərbaycan musiqi tarixindəki ən böyük xidmətlərindən biri onun öz bacısı oğlu Üzeyir Hacıbəylinin ilk musiqi müəllimi olmasıdır. Uşaqlıqdan musiqiyə həvəs göstərən Üzeyir bəy ilk dəfə muğamın sirləri, xalq melodiyalarının quruluşu ilə tanış edən şəxs məhz dayısı Ağalar bəy olmuşdu. Bu fakt yalnız ailəvi münasibət baxımından deyil, Azərbaycan musiqi mədəniyyəti tarixində dönüş yaradan bir məqam kimi əhəmiyyətlidir. Çünki sonradan bütün şərqdə ilk operanın müəllifi, Milli Musiqi Məktəbinin banisi olacaq Üzeyir bəyin təməl musiqi biliklərinin formalaşmasında Ağalar bəyin rolu danılmazdı.